Azərbaycan və Türkiyə arasında illərdir davam edən təhsil əməkdaşlığına baxmayaraq, bəzi Azərbaycan universitetlərinin diplomlarının bu ölkədə tanınmaması bir çox məzunu çətin vəziyyətə qoyur. Bəs diplomun tanınmamasının qarşısını alan əsas səbəblər hansılardır? Azərbaycan Bologna prosesinin üzvüdür. Yəni buna European Higher Education Area deyirlər. Biz buranın tamamilə üzvüyük və eyni zamanda bizim ali təhsilimiz beynəlxalq kredit sisteminə uyğun verilib. Mütəxəssislərin fikrincə, əsas narazılıqlardan biri dərs yükü və fənn uyğunluqlarının Türkiyə tərəfindən yetərli sayılmamasıdır. Biz universitetə müraciət edirik ki, biz bu dərsləri almışıq, Türkiyə bu dərslərə baxır, deyir ki, filan qədər dərsiniz əskidir. Və bu əski dərsləri götürüb bizə yazırlar ki, gedib hansısa universitetlərə Türkiyədə bir semestr və yaxud bir aldıqdan sonra diplomlarımız tanınır. Deməli, bu tanınmır demək deyil, şərtli tanınır. Məsələ yalnız universitetlərin proqram uyğunsuzluğu ilə məhdudlaşmır. Bəzi hallarda Azərbaycan diplomlarının və hətta notarial təsdiqinin də Türkiyədə qəbul edilməməsi böyük problemə çevrilib. Burada dövlətlərarası danışıqlar getməlidir. İkinci, Elm və Təhsil Nazirliyi qarşı tərəflə bu məsələləri müzakirə etməlidir. Yəni burada sistemli, davamlı bir iş aparılmalıdır və təbii ki, eyni zamanda burada digər vacib məsələ də universitetlərimizin özünün təhsilinin keyfiyyətinin artırılması və beynəlxalq reytinqlərdə irəlilənməsi. Məsələ ilə bağlı Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət etdik. Qurumdan açıqlama verildi ki, problemin yaranmasının əsas səbəbi qarşı tərəfin qanunvericiliyi ilə bağlıdır. Bilirsiniz ki, biz Bologna prosesinə qoşulandan sonra Avropa Vahid Təhsil Məkanının iştirakçısıyıq və bu mənada kvalifikasiyaların tanınmasında hər hansısa bir ciddi çağırış yoxdur. Sadəcə bəzi ölkələr, bəzi ixtisaslara münasibətdə müəyyən əlavə dəyərləndirmə tələb edirlər. Tutaq ki, bu tibb üzrə ola bilər, mühəndislik üzrə ola bilər və s. və axır. Yəni, həmin ölkənin müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq. Mütəxəssislər hesab edir ki, diplomun tanınmaması tələbələrin gələcək karyerasına, ölkələrarası akademik əməkdaşlığa və ümumi etimad mühitinə təsir edir. Bu mənada ortaq akkreditasiya, qarşılıqlı hüquqi öhdəliklər və şəffaf tanınma prosedurlarının yaradılması problemin aradan qaldırılmasında əsas yol hesab edilir.